İndi isə bizim bir canlı bağlantımız olacaq. Biz Ağşəhər bulvarına O da sürprizlərlə dolu bir bağlantıdır yeri gəlmişkən. Çünki biz bilirik ki, mütəmadi olaraq çalışırıq daha doğrusu. Müxtəlif Bakımızın, paytaxtımızın gözəl yerlərindən sizinlə canlı bağlantı eləyək. Bugün həm də Ağşəhər bulvarının yaranmasından 13 il ötür və biz də ülvünü göndərmişik, yəni təməlin qoyulmasından, hörmətli tamaşaçılar, ülvünü göndərmişik ora. Oradan canlı bağlantımız var. Görək ülvü bizə nələrdən danışacaq, nələri çatdıracaq. Ülvü, sabahınız xeyir olsun. Xoş gördük sizi. Sabahınız xeyir olsun. Salamlayıram hər birinizi. Firuz, Aynur, halınız, əhvalınız necədir? Sizi və bizi izləyənləri də salamlamaq istəyirəm Ağşəhər bulvarından. Bəli, bugün artıq Ağşəhər bulvarının yaranma tarixindən 13 il ötür. Bakı Ağşəhər bulvarı paytaxtın ən böyük şəhərsalma və ekoloji layihələrindən biri olan Bakı Ağşəhər layihəsinin bir hissəsi kimi yaradılmışdır. Mən istəyirəm buranın tarixindən biraz bəhs edim. 2013-cü ildə təməlli qoyulan Ağşəhər bulvarının, Bakı Ağşəhər bulvarının, belə deyək, bura əvvəllər sənaye mərkəzlərinin, zavodların yerləşdiyi bir ərazi olmuşdur və eyni zamanda ekoloji çirkliliyə məruz qalmış bir ərazi olmuşdur. Elə layihənin ən böyük məqsədi də bundan ibarətdir ki, bu, belə deyək, sənaye zonasını tamamilə təmizləmək və eyni zamanda burada müasir infrastruktur və yaşayış məkanı yaratmaqdır. 2015-ci ildə buranın rəsmi olaraq açılışı həyata keçmişdir, baş vermişdir və bu açılışda dövlət başçısı və eyni zamanda digər rəsmi şəxslər də iştirak edərək burada yaradılan şəraitlə özləri şəxsən tanış olmuşlardır. Eyni zamanda parkda sakinlər və qonaqlar üçün xüsusi olaraq velosiped zolaqları, voleybol, futbol meydançaları, basketbol meydançaları yaradılmışdır. Hansı ki, burada eyni zamanda açıq havada trenajör zalı da yaradılmışdır ki, bu da qonaqların xüsusi əylənməsinə və belə deyək, asudə vaxtını yaxşı keçirtməsinə belə deyək, yoldur. Mən indi isə istəyirəm sizə əlavə məlumatdan biraz sonra bulvarı sizə biraz gəzdirim. Hansı ki, siz bu bulvarın gözəl, möhtəşəm mənzərəsindən tanış olasınız. İstəmədim orayla yalnız məhdudlaşaq. Sizin və bu layihənin mən istəyirəm yaxşı olmağını öz gözlərinizlə gəlib görməyinizi istəyərdim ki, çünki buranın havası həqiqətən mükəmməldir. Əlavə olaraq da qeyd etmək istəyirəm ki, parkda xüsusi yaşıllaşdırma var və eyni zamanda burada bir-birindən fərqli ağaclar, bir-birindən fərqli kollar yer alır. Bu da ki, əlbəttə parka gələn sakinlərin daha yaxşı, daha münbit bir istirahət keçirməyini belə deyək, əsaslayır. Buranın həqiqətən belə deyək, günəşli havada xüsusilə gəlib gəzmək başqa bir maraq qatır. Gördüyünüz kimi, gələrək parkda bu cür velosipedlərdən istifadə edərək, skuterlardan istifadə edərək ailənizlə, dostlarınızla tam əyləncəli bir vaxt keçirə bilərsiniz. Hə, Şakir dayı, düz deyirəm. Yaxşı gedirik biz hal-hazırda. Hə, super, əla. Baxın, bu cür ikili və yaxud dörtlü oturub velosipedlərdən də istifadə edə bilərsiniz. Ailəvi velosipedlərdir bunlar əlbəttə ki. İkili forması da var. Görürsünüz, Bakıda bayaq dediyim müxtəlif ağaclar, kollar, həqiqətən belə də insanın ürəyini açır və eyni zamanda onu da qeyd edeyim ki, hal-hazırda Xəzər dənizinin qoxusu məni məst eləyib. Kaş elə bir texnologiya olardı. Mən o qoxunu sizə ötürərdim. Ümumiyyətlə, buradakı havanı sizə ötürərdim. Danışığımla, belə deyək, öz hisslərimlə çalışdığım qədər sizə ötürürəm. Biz yeni, belə deyək, Z nəslinin dili ilə desəm, buranın vibe'ı həqiqətən çox müasirdir. Çox, belə deyək, relax, rahat bir, belə deyək, mühiti var. Mən biraz yeni nəsil sözlərindən istifadə edirəm. Bəli, gördüyünüz kimi velosiped sürənlər də buradadır. Artıq biz bulvarın daha gözəl və maraqlı görsənən bir hissəsinə gəlib çatırıq. Oy, dəymişdik deyəsən, biz qəza keçirdirdik, diqqətli olaq. Sağ olun Şakir dayı, minnətdaram. Bəli, gördüyünüz kimi hal-hazırda biz bulvarın artıq mərkəzindəyik. Mən istəyirəm operatorumuz sizə bu mərkəzi çəksin. Gördüyünüz kimi Xəzər dənizinin tam ətrafıdır və digər tərəfdə bulvarda qaçanlar, yeriyənlər, öz üçün asudə vaxt keçirənlər kifayət qədərdir. Bayaq biz burada yaxınlaşanda
belə deyək, bir iti ilə yaxınlaşan bir nəfəri gördük. Sadəcə mən istədim onu çəkilişdə istifadə edək, yəni göstərək ki, həqiqətən burada belə deyək, heyvanlarla da gəzinti mümkündür. Yalnız sahibi icazə vermədi ki, toxunmaq olmaz. Çünki bəzi insanlar həqiqətən də bir çox heyvansevərlər var ki, belə deyək, heyvanlara toxunmağı qəti istəmirlər. Onları sadəcə öz təbii, belə deyək, yaşam tərzlərində buraxırlar ki, özləri belə deyək, getsinlər, yaşasınlar. Bəli, görürsünüz, hal-hazırda Xəzər dənizinin möhtəşəm mənzərəsi ilə sizləri baş-başa buraxmaq istəyirəm. Belə, mənim ötürəcəyim məlumatlar bu qədər idi. Ümidvaram ki, faydalı oldu. Gəlib, buranı gəzib, özünüz canlı şahidi ola bilərsiniz. Gəzərək, görərək özünüz canlı şahidi ola bilərsiniz. Sağ olun, salamat qalın. Mənim ötürəcəyim məlumatlardan bu qədər. Təkrar oldu ama olsun Eybi. Təşəkkür edirik. Çox sağ olun. Çox maraqlıydı. Biz sanki səninlə birlikdə gəzdik Ağşəhər bulvarını 13 yaşında, necə deyərlər. Onun üçün bundan... Necə? Onsuz gəzməyə getmişdik, elədim onu. Araya salıb canlı bağlantı da elədi. Arada bir bağlantı da elədi, sağ olsun və gəzdirdi bizi ki, necə gedib gəzib görə bilərik. Əziz dostlar, sizin də vaxtınız varsa, fəslidir də, birdən-birə Leysan gəlməsə gəzmək olar. O gecə olur onsuz da, əksər anlarda. Onsuz da gecə olur. Təşəkkür edirik Ülvi Cəfərova, həmkarımıza, uğurlar arzuluyuruq. Vaxtınız varsa gedin.